Vipaz Qəbələ ilə Azərbaycan turumuz davam eləyir. Dünən də Qaxdaydık. Yenə bir izləyicimizin yazdığı rəyə görə ərinməyib. Düşmüşük yollara Zarağanın Kuruğu, Nicin Kuruğu, Kərimlinin Kuruğu və gəlib çatdıq Şəkiyə. Şəkidə qısa fasilə elədik. Bir də belə gözəl yer tapdıq. Buradan bütün Şəkinin panorama mənzərəsini görmək mümkündür. Şəkidən də körpüləri saymağa başlayıb düşürük yola. Bura qədər 16 körpü var imiş. Hava açıq olduğuna görə Kürmük məbədi də çox gözəl görünür. Bu kadrda hamımızın mənzərəni daha yaxşı görə bilməsi üçün çox ciddi bir risk alıb çəkmişəm. Və 17-ci körpüdən də keçib gəlib çatırıq İlusiya. İlusiya da birinci dəfə idim. Mənzərəsi, havası çox xoşuma gəldi. Adamın imkanı ola köçüb burada yaşaya. Gəlmişkən Ulu körpüyə də yaxından baxmasaydıq olmazdı. Bu körpü 4 əsrdir. Yerindədir, görürsən indiki körpülər 4 əsr sonra. Körpünün təmiz havası ilə də ciyərlərimizə bayram elətdirib gəlib çatırıq Qaxın mərkəzinə. İzləyici yazmışdı ki, Qaxa gəlin qəşəng sürhüllü havası var. Bəxtimizdən biz gələndə də gün yandırırdı. Burada da mən çox heyecanlı idim çünki həyatımda ilk dəfə sürhüllü yeyirəm. Sürhüllünü bəyəndim, ağız dadıma uyğun idi. Yəqin ki, soyuq qış günlərində daha da ləzzətli olur. Amma bu porsiyanı tək bir nəfər yesə adama nəsə olar. Sürhüllüdən sonra girzin dadına baxdıq. Girz burada ən çox bəyəndiyim yemək oldu. Gürzü xəngəli də bizdən su istəyirdi, amma acı kası super idi. Çöldə asılmış bağırsağa doldurulmuş ət görürük, bundan da sifariş eləyirik. Ədviyyatlı və çox özünə məxsus dadı var idi. Yol boyu 2 litr qaq suyu içmişəm. Ümumilikdə hər şey çox yaxşı idi. Xoş təəssüratlarla ayrılıb düşdük yola. Gün batım mənzərəsi, payızın rəngləri, dağlar, hava qaraldı, gəlib çatdıq. Obyektin qabağına bizə qalan gəzmək oldu.